بسم الله الرحمن الرحيم إن الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا وسيئات أعمالنا من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له وأشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن نبينا محمد وعلى آله وأصحابه أجمعين الحمد لله الذي هدانا لهذا وما كنا لنهتدي لولا أن هدانا الله. Amma ba'd. Hamınızı salamlayıram təkrar. Selamun aleykum və rahmetullahi və barakatuhu. Biz qardaşlar əsas mövzuya girməməzdən qabaq bir önəmli mövzuya toxunmaq istəyirəm, hansı ki biz onunla qarşı-qarşıyayıq. O da Məhərrəm ayı ilə ilgili və Aşura orucu ilə ilgili bir neçə məsələyə toxunmaq istəyirəm Allah Taala'nın izni ilə. Yəqin ki Allah Taala izin verərsə Aşura ilə ilgili, Aşuranın əhkamı ilə ilgili ən önəmli 12 dənə məsələyə toxunacağım inşallah. Çox qısa şəkildə ki inşallah bizlər üçün faydalı olsun. Çünki artıq bugün Məhərrəm ayının 4-üdür. 1435-ci hicri tarixi ilə burada bildiyiniz kimi yəni ki 29 ay çıxmadı və ona görə Zilhiccə ayını 30-undan hesablayaraq şəriət məhkəməsi qərar verdi ki artıq Zilhiccənin 30-unu tamamlamaq lazımdır ki hətta növbəti ay Məhərrəm ayının biri olsun. Və buna etibarən də bugün Məhərrəm ayının 4-üdür. Yəqin ki, qardaşların çoxu da bu məsələ ilə maraqlanırdı. Deməli, birinci məsələ odur ki, qardaşlar, Aşura gününün əhkamları ilə ilgili. Birincisi, ad məsələsi. Nəyə görə bugün Aşura günü adlanır? Ərəb dilində aşara sözü var, bilirsiniz. Bu da 10 deməkdir. Yəni, Aşura feil formasına baxdığımız zaman 10-cu gün deməkdir. Və bunun Aşura adlanmasında əsas məqsəd, yəni Məhərrəm ayının 10-cu günü nəzərdə tutulur. Bəzi alimlər deyir ki, yəni 9-cu günün axşamısı, yəni ki 10-cuya keçən axşamısı. Və Təsua da həmçinin bəzi kitablarda qarşılaşırsınız ki, Təsua, Aşura belə deyirlər. Bu da Məhərrəm ayının 9-cu günü nəzərdə tutulur, Təsua deyildikdə. Tarixinə gəldikdə, qardaşlar, Aşura gününün orucu ilə ilgili bir neçə tarix məsələləri var. Yəni, tarix kitablarında bu haqda yazılır. Hətta müstəşriqlər, qeyri-müsəlmanlar da bu haqda yazır. Ona görə nəzər salsaq qıssa olaraq görərik ki, Aşura gününün orucu ilə ilgili bir neçə məsələ deyilir tarix baxımından. Birincisi odur ki, bu günü əzəmətləndirməyin və bu gündə xüsusən Aşura gününün orucunu xüsusiləşdirməkdə əsas məqsəd odur ki, həmin gündə, yəni Məhərrəm ayının 10-cu günü Allah-u Teala Musa aleyhissalamı Fironun və onun qoşununun zülmündən xilas eləmişdir. Yəni dəniz parçalanma hadisəsi bugün baş vermişdir. Allah-u Teala Musa aleyhissalama ona inananları dənizdə boğulmaqdan bugün xilas eləmişdir. Firavunu və onun əskərlərini Aşura günü, Məhərrəm ayının onu həlak eləmişdir. Deməli, tarixi baxımından birinci səbəb oruç tutulmağında və bu günün müqəddəs hesab olmağında əsas birinci səbəb bu sayılır. Necə ki, səhih hədisdə sabit olmuşdur. Peyğəmbər sallallahu aleyhi və səlləm Məkkədən Mədinəyə hicrət etdikdə görür ki, Yahudilər Məhərrəm ayının, yəni Aşura gününün orucunu tuturlar. Yəni, və yaxud da Peyğəmbər s.ə.v hicrət etdiyi zaman Yahudilərin bir gün oruç tutduğunu görür. Soruşur ki, Peyğəmbər s.ə.v bu nə oruç tutursunuz və yaxud bu tutduğunuz oruç hansı münasibətə görədir? Və Yahudilər belə cavablandırır ki, bugün Allah Taala Musa aleyhissalamı və onun qovmunu Firavunun və onun qoşununun zülmündən xilas etdiyi günüdür. Yəni boğulmaqdan xilas etdiyi günüdür. Və Musa aleyhissalam bu günü Allaha şükür olaraq oruç tutub və biz də oruç tuturuq. Bu hədis səhih hədisdir, qardaşlar. Və Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, biz sizdən daha haqlıyıq ki, bu günü orucunu tutaq. Deməli, birinci Aşura gününün əzəmətli olmasına və həmin günü orucla qeyd olmasına əsas tarixi baxımından birinci səbəb budur.
İkinci kitablarda yenə gəlir ki, tarix baxımından hətta deyilir ki, tarix kitablarında qeyd olunur ki, cahiliyyə dönəmində də bu oruç qeyd olunubdur. Yəni, tək bunu yahudilər tutmayıbdır. Cahiliyyə dönəmində də Məkkə müşrikləri də həmin günü qeyd ediblər. Həmin günün orucunu tutublar. Və Rasulullah sallallahu aleyhi və səlləmin özü də Mədinəyə hicrət etməzdən qabaq bu orucu tutarmış. Bu barədə elm əhli cahiliyyə dönəmindəki müşriklərin, Qureyş qəbiləsinin və yaxud da Peyğəmbər sallallahu aleyhi və səlləmin özünün hicrətdən öncə bu orucu tutmasının səbəblərinə gəldikdə elm əhli bəziləri deyir ki, bu İbrahim aleyhissalamın dinindən qalan bir ibadət növlərindən biri idi. Yəni, belə demək olar ki, həmin günü Peyğəmbərlər tərəfindən qeyd olunmuşdur. Yəni, İbrahim aleyhissalam bunu oruç tutub və Musa aleyhissalamın da bu hadisəsi həmin günə muvafiq olub və Musa aleyhissalam da oruç tutubdur. Bəzi alimlər bunu belə dəyərləndirir. Bəzi alimlər deyir ki, xeyr, Məkkə müşriklərinin cahiliyyə dönəmində oruç tutmaqlarının əsas səbəbi o idi ki, istilik baş verir, quraqlıq baş verir və Məkkə müşrikləri həlakə yaxınlaşırlar. Və bir böyük sıxıntıdan sonra Allah Teala onlara yağış endirir və onlar bu quraqlıqdan, bu sıxıntıdan artıq qutarırlar. Və həmin hadisəyə görə şükür olaraq, elə bil ki, muvafiq olur Aşura gününə, Məhərrəm ayının 10-una, həmin gününə Allah Teala'ya şükür olaraq oruç tuturlar. Bunu Hafid ibn Həcər rahimehullah Sahih Buxarinin şərhində Fəthül Bari kitabında qeyd edir bu səbəbi. Və bəzi alimlər tarix baxımından deyir ki, Məkkə müşriklərinin həmin günü qeyd eləmələri, Məhərrəm ayının 10-unda oruç tutmaqlarının əsas səbəbi o idi ki, onlar Məhərrəm ayının 10-unda ilk dəfə Kəbəni örtmüşdülər. Yəni ki, Kəbəyə libas geydirmişdilər. Kəbənin ilk örtündüyü gündür. Aşura günü örtünmək məsələsi Kəbənin ətrafına parça çəkmək tamamlandığına görə bu münasibətlə deyil, Məkkə müşrikləri oruç tutardı. Və bu da Ayşə radiyallahu anhədən səhih hədisdə gəlmişdir ki, Məhərrəm ayının 10-unda onlar Kəbənin ətrafını bəzətmişdilər, yəni parça ilə örtmüşdülər. Bunların hamısı, qardaşlar, ehtimal səbəblərdir tarixi baxımından, lakin dinimizdə olan ən mu'təbər səbəb, birinci səbəbi idi, o da bu ayın orucunun tutulmasında əsas səbəb Musa aleyhissalamın tutduğu oruca etdiyi, yəni təşəkkür olaraq tutduğu oruca görə idi. Və ola bilər ki, bəzi qardaşlar soruşsun ki, bəs Rasulullah sallallahu aleyhi və səlləm Mədinəyə gəlməzdən qabaq tuturdu və bunu hansı səbəbə görə biz bunu qeyd edə bilərik? Biz onu deyə bilərik ki, və yaxud da elm əhli bunu belə qeyd eləyir ki, Rasulullah sallallahu aleyhi və səlləmin onu tutması, ola bilər ki, ehtimal var ki, İbrahim aleyhissalamın dinindən qalma bir əsər əlamət idi və Rasulullah sallallahu aleyhi və səlləm həmin günü, yəni ki, muvafiq olaraq tuturdu və Peyğəmbər sallallahu aleyhi və səlləm bilmirdi ki, həmin gün Musa aleyhissalamı Allah Teala Fironun zülmündən xilas etdiyi gündür. Və Mədinəyə gələndə bunu onlardan soruşur və sonra bunu Musa aleyhissalam tutduğuna görə tutur. Deməli, Peyğəmbər sallallahu aleyhi və səlləm Məkkə dönəmində tutduğu Musa aleyhissalamın qissasına görə deyil. Başqa bir səbəbə görədir, doğrusunu Allah Teala bilir. Lakin Mədinəyə gəldikdə isə onu soruşur və bu ibadəti gerçəkləndirməyinin səbəbi də Musa aleyhissalamın Fironun və onun qoşununun zülmündən xilas olma münasibəti ilə idi. Və buna ən böyük dəlil nədir, qardaşlar? Peyğəmbər sallallahu aleyhi və səlləm Mədinəyə hicrət eləyəndə soruşur ki, Mə hədəl yevmülləzi təsumunahu? Bu hansı gündür ki, siz oruç tutursunuz? Yəni, açıq-aşqar bəllidir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm bu günü yahudilərin tutduğundan xəbəri yox idi. Və Peyğəmbər sallallahu aleyhi və səlləm, qardaşlar, bu hadisədən sonra özü tutur bu orucu və sahabələrinə də əmr edir ki, bu orucu tutsunlar. Lakin burada bir məsələ var. Bu da deməli 4-cü məsələ sayılır Aşura ilə ilgili. O da yahudilərin Aşura günü oruç tutmaq məsələsi. Görəsən Mədinədə yaşayan yahudilər Məhərrəm ayının 10-unda mı qeyd edirlərdi bu Aşura məsələsini, yoxsa bir başqa bir vaxtda mı qeyd edirlərdi?
Əgər səhih hədisə diqqətlə nəzər salsaq, bu bizə açıq-aşkar aydın olar. Məsələn, hədisdə gəlir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm Məkkədən Mədinəyə hicrət etdikdə Yahudilərin oruç tutduğunu görür. Və məlumdur ki, Peyğəmbər sallallahu aleyhi və səlləm Mədinəyə Rabi'əl-Əvvəl ayında hicrət eləmişdi. Məkkədən Mədinəyə Rabi'əl-Əvvəl, yəni Məhərrəm ayından sonra gələn ayda hicrət eləmişdi Peyğəmbər sallallahu aleyhi və səlləm. Deməli, Peyğəmbər sallallahu aleyhi və səlləm gəldikdən sonra görür bu olayı. Ona görə elm əhli deyir ki, Yahudilər Aşura gününün orucunu keşişlər tərəfindən təhrif olunmuş Rabi'əl-Əvvəl ayında qeyd edirlərdi. Deməli, onlar bu orucu Məhərrəm ayında Musa aleyhissalamı Allah Teala xilas etdiyi gündə, həmin gündə deyil, keşişlər tərəfindən təhrif olunmuş Rabi'əl-Əvvəl ayında bunu qeyd edirlərdi. Çünki belə bir tarix forması var. Qəməri ay, bir də şəmsi ay. Yəni, ayların hesablanması aya nisbətən, ayın doğuşu ilə, batışı ilə və ayların hesablanması günəşin çıxışı ilə, günəşin doğuşu ilə. Bu da elə bil ki, Yahudilər tərəfindən qəməri ay yox, ayla görülən ay yox, günəşlə hesab olunan ay nəzərdə tutublar və buna görə də bu tarixlə nisbət olunduqda yeni ilin birinci ayı Rabi'əl-Əvvəl hesab olunur. Və bu da çox çətindir. Yəni demək olar ki, bunu çox nadir insanlar hesab eləyə bilir. Bunu günləri hər gün yazmağa, hesablamağa ehtiyac var. Və bəzi elm əhli bunun belə olmağında, Yahudilərin şəmsi ay ilə getmələrində əsas məqsədi belə qoymaqlarında səbəb onu görürlər ki, Yahudi keşişləri daimə elə bil ki, öz tabiçilərini öz zərbələri altında saxlamaq istəyirlərdi. Yəni, hər adam bunu hesablaya bilmir. Amma ayın hesabı çox rahatdır. Yəni, heç bunun devlətə də ehtiyac yoxdur əslində. Fərdi şəkildə insanlar ayı güdə bilərlər. Onun çıxışı ilə, doğuşu ilə, batışı ilə, hansı ayın girdiğini, hansı ayın çıxdığını özləri hesab eləyə bilər. Amma şəmsi ilə, günəşlə hesablananda bu çox çətindir. Mütləq bunun üçün adamlar təyin olunmalıdır ki, hətta təyin olunsun. Ona görə onlar, Yahudilər, şəmsi ayı seçiblər ki, şəmsi tarixi seçiblər ki, hətta bunu insanlar qərar verə bilməsin, daima onların seytaratı və yaxud da onların hökmü altında olsun ki, istədiyi kimi onları yönəltsinlər. Önəmli olan o idi ki, qardaşlar, burada qeyd olunan, bu əsil gəlir Musa aleyhissalamdan, lakin tarixi baxımından Yahudilər tərəfindən, Yahudilərin keşişləri tərəfindən bu təhrif olunur və onlar bunu Məhərrəm ayının, bugünkü gündəki Məhərrəm ayının 10-unda qeyd eləmirlər. Əgər qeyd eləyirlərsə də onu Rabi'əl-Əvvəl ayında qeyd etməkdədirlər. Və növbəti məsələ, qardaşlar, o da 5-ci məsələdir. O da Aşura gününün fəziləti haqqında. İbn Abbasdan rivayət var. Hədisi İmam Buxari və Müslim rivayət edib. Deyir ki, mə rəaytu Rasulullah sallallahu aleyhi və səlləm yevmən yətəharra fadlahu aləl-əyyəmi illə hədəl yevm. Yəni, mən Rasulullah sallallahu aleyhi və səlləmin Ramazan ayından başqa, yəni Ramazan ayı istisna olmaq şərti ilə ən çox gözlədiyi oruç tutmaq üçün ən çox gözlədiyi gün Aşura gününün orucuydu. Başqa bir hədisdə bayaq keçdik, o da Buxarda, Müslimdə gəlirdi. Peyğəmbər sallallahu aleyhi və səlləmin Mədinəyə gəldikdə Yahudilərin orucu tutması, bu da həmçinin fəzilətinə dalalət eləyir və həmçinin əziz qardaşlarım Peyğəmbər sallallahu aleyhi və səlləm Əbu Qatadə radiyallahu anhudan gələn rivayətdə buyurur, sahabələrdən biri Peyğəmbər sallallahu aleyhi və səlləmlə soruşur Aşura gününün orucu haqqında. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, Əhtəsibu alallahi ən yukəffirəlləti qabləhu. Və mən Allahdan ümid edirəm ki, bir il özündən öncəki günahları təmizləyər. Bir il özündən əvvəlki günahları təmizləyər. Və Rasulullah sallallahu aleyhi ve sellem qardaşlar, məlumdur ki, ilk gəldiyi zaman bu hadisə olduqdan sonra bunun orucunu, Məhərrəm ayının 10-cu günün orucunu tutardı. Və sahabələrinə də tutmağı əmr eləyərdi. Və hansı ki, o zamanda hələm Ramazan ayının orucu vacib olmamışdı. Peyğəmbər s.ə.v bunu vacib kimi tutardı. Hətta hədis var ki, Rubeyyə bint Muavviz radiyallahu anhədən deyir, Peyğəmbər sallallahu aleyhi və səlləm Məhərrəm ayının 10-cu günü Mədinə şəhərinin ətrafında olan ənsarların kəndlərinə sahabələrini göndərdi ki, onlara belə desinlər ki, sizdən kim
oruclu olaraq sabahladısa, orucunu tamamlasın. Və sizdən kim indiyə qədər yeyibsə də, yəni zöhrdən əvvəl olan hadisədir bu, indiyə qədər yemişdirsə, yeməyini dayandırsın və qalan günün orucunu tutsun. Və Rubeyyə radiyallahu anhə deyir ki, və biz hətta həris olardıq həmin günün orucunu övladlarımıza da, hətta balaca olsalar belə onlara da tutturaq. Və Peyğəmbər sallallahu aleyhi və səlləm qardaşlar, ömrünün axırında, yəni Ramazan ayı vacib olduqdan sonra Peyğəmbər sallallahu aleyhi və səlləm Məhərrəm ayının 10-cu orucunu tutmur, yəni vacib olaraq tutmur. Lakin ömrünün axırında Peyğəmbər sallallahu aleyhi və səlləm niyyət eləyir ki, gələn il Məhərrəm ayının orucunu da və ondan əvvəl 9-cu günün orucunu da tutacaq. Necə ki, İbn Abbasdan gəlmişdir, rivayət olunmuşdur. Hədisi İmam Muslim rivayət eləyib. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur: "Fəidə kənəl amil muqbil inşaallah sumnət təsi'." Əgər gələn il yaşayarıqsa, gələn ilə qədər yaşayarıqsa, inşallah Aşura ilə bərabər 9-cu günün orucunu da tutarıq. İbn Abbas radiyallahu anhuma deyir ki, gələn ilə Peyğəmbər sallallahu aleyhi ve sellem o birisi ilə, növbəti ilə Peyğəmbər sallallahu aleyhi ve sellem çatmır, vəfat eləyir. Yəni həmin günün orucunu tutmağı Peyğəmbər sallallahu aleyhi ve sellem gerçəkləşdirə bilmir. Və bu məsələ ilə ilgili möhtərəm qardaşlar, biz bilirik ki, tələb olunan, əmr olunan və yaxud da orucunu tutmağı bəyənilən Məhərrəm ayının 10-cu günüdür. Məhərrəm ayının 10-cu günüdür. Və Rasulullah sallallahu aleyhi ve sellem özü deyib ki, əgər yaşayaramsa gələn ilə qədər 9-cu günün orucunu da tutacam. Və başqa bir hədisdə Peyğəmbər sallallahu aleyhi ve sellem buyurub ki, ya bir gün qabaq ya da bir gün sonra oruç tutun. Bunların hamısı səhih hədislərdir. Deməli, burada bir nəticə çıxır ki, deməli, Aşura günün orucu var və ondan əvvəlki orucu var, bir gün ondan əvvəl tutmaq orucu var və yaxud da bir gün ondan sonra tutmaq orucu var. Bu məsələ ilə ilgili İbn-i Qayyim rəhməhullah Zədil Məad kitabında Aşura ilə ilgili orucu 3 qismə bölür. Deyir, birinci qisim, Aşura gününün 9-cu günü tutursan, 10-cu günü tutursan və 11-ci günü tutursan və bu ən kamil və ən əfzəl mərtəbəsidir. Yəni kim 9-u, 10-u, 11-i tutarsa ən əfzəlini bu etmiş olur. Və yaxud da bunu edə bilməsə onda 9-cu gündən 10-cu günü tutur. 9-cu gündən 10-cu günü tutur. Əgər bacarmırsa 10-cu gündən 11-ci günü tutur. Bu ikinci mərhələsidir fəzilət baxımından. Əgər bunların heç birini bacara bilməsə onda 3-cü mərhələ gəlir. Ancaq 10-cu günün orucunu tutmaq. Ancaq 10-cu günün orucunu tutmaq. Bu da 3-cü mərhələsidir. Məhərrəm ayının 10-cu günün orucu ilə ilgili. Lakin bununla ilgili bir məsələ qalır qardaşlar. O da, əgər bir insan 2 gün tutmaq istəyərsə, 9-u 10-u tutması mı əfzəldir, yoxsa 10-u 11-i tutması mı əfzəldir? Elm əhli bu barədə deyir ki, 9-u 10-u tutması daha əfzəldir, nəinki 10-u 11-i tutmağından. Çünki bu barədə Müslimdə səhih hədis var qardaşlar. Peyğəmbər s.ə.v buyurur ki, لَاِنْ بَقِيتُ إِلَى قَابِلٍ لَأَسُومَنَّ التَّاسِعِ Əgər gələn ilə qalsam, Məhərrəm ayının 9-unun orucunu tutacam. Hədis Müslimdə gəlir. Burada diqqət eləyin. Hədis Müslimdə gəlir. İkinci hədisdə, hansı ki İmam Əhməd ibn Həmbəl Musnad kitabında rivayət eləyib, Peyğəmbər s.ə.v deyir ki, Məhərrəm ayının 10-nun orucunu tutun və ondan əvvəl də oruç tutun, ondan sonra da oruç tutun. Bu hədisi İmam Əhməd ibn Həmbəl rivayət eləyib, lakin hədisin səhihliyində elm əhlinin arasında ixtilaf var. Bir çox elm əhli deyir ki, bu hədis zəifdir, bir çox elm əhli deyir ki, bu hədis səhihdir. Deməli, ixtilaflı hədisi əməl etməkmi daha əfzəldir, yoxsa icma ilə sihhətində, sağlamlığında icma olunmuş hədisi mi? Təbii ki, cavab sağlamlığında icma olunmuş hədisi əməl etmək. O da Müslimdə gələn hədisdir. Hansı ki Peyğəmbər s.ə.v buyurur ki, əgər gələn ilə qalsam, Məhərrəmin 9-u oruç tutacam. Ona görə bu səhih hədisə görə elm əhli deyir ki, 9-u 10-u tutmaq, 10-u 11-i tutmaqdan daha əfzəldir. 9-u tutmaq, 10-u tutmaq, 11-i tutmaq isə başqa növlərindən daha əfzəldir. Lakin kim 9-unu tuta bilməzsə, artıq o insan 10 ilə 11-i tutması növbəti fəzilətə keçmiş olur. Növbəti məsələ qardaşlar, o da 5-ci məsələ, 6-cı məsələ.
müsafir olan birinin Aşura orucunu tutması nə qədər doğrudur? Elm əhli bu barədə qəşəng söz deyir. Deyirlər ki, kimin üçün çətin olarsa, onun tutmaması daha əfzəldir. Kimin üçün çətin olarsa, onun üçün tutmamağı daha əfzəldir. Bu nisbi məsələdir, qardaşlar. Burada bir qısa açıqlama verim. O da bəzi adamlar deyir ki, yəni çətin deyəndə nə nəzərdə tutulur? Çətin deyəndə onun nəzərdə tutulur ki, sən bu orucu tutmaq səbəbi ilə bir çox vacib olan ibadətdə səhlənkarlıq edirsən. Məsələn, orucu tutursan, o qədər yorulursan ki, nə namazı vaxtında qılmırsan, nə düzgün ibadətlərə fikir verə bilmirsən, nə bilim, ola bilsin ki, müəyyən günahlara, yəni ki, belə deyək, sıxıntılara düşəsən, bu vəziyyətə gətirib çıxarırsa, artıq məşəqqət sayılır. Qısacası, əgər məşəqqət varsa müsafir üçün bu oruçda, onun tutmaması daha əfzəldir. Lakin kimdə məşəqqət yoxdursa, normaldırsa, yəni təbii acılıq, susuzluq olmalıdır. Bu məşəqqət deyil həddi zatında. Normal şəkildə əgər məşəqqətsiz olarsa, təbii ki, o insanın tutması daha əfzəldir. İmam-ı Zuhri rahimehullah səfərdə olanda daima tutardı. Gəlir ki, İmam-ı Zuhri rahimehullah səfərdə olsa belə Aşura günün orucunu tərk etməzdi. Hətta bir nəfər gəlir, soruşur İmam-ı Zuhridən rahimehullahdan, deyir ki, sən səfərdə olanda Ramazan ayının orucunu tutmursan, sonra qəza edirsən. Lakin səfərdə ola Məhərrəm ayının orucunu buraxmırsan. İmam-ı Zuhri rahimehullah cavab verir ki, Allah Teala Quran-ı Kərimdə buyurur, فَعِدَّةٌ مِنْ اَيَّامٍ اُخَرٍ. Yəni Ramazan ayının orucunu kim Ramazanda tutmazsa, xəstəliklə, səfərlə ilgili olaraq, kim tutmazsa başqa günlərdə qəza eləyər. Deyir ki, Allah Teala bu qəzanı Ramazan ayının orucuna aid etmişdir. Amma kim itirərsə Aşura gününü, o başqa gündə bunu qəza edə bilməz. Təbii ki, bu da şeyxin, İmam-ı Zuhri rahimehullahın fiqhinə və elminin genişliyinə dəlalət eləyir. Növbəti məsələ, qardaşlar, mən unutdum neçənci məsələ oldu bu. Yəqin ki, 6-cı məsələ olur. Kimin qəza orucu olarsa, o insan, qəza orucu olan adam, istər qadın olsun, istər kişi olsun, Aşura günün orucları ilə bir niyyətlə cəm eləyə bilər. Bu barədə elm əhli ixtilaf eləyir. Lakin ən doğru rəy odur ki, necə ki Şeyxülislam İbn Teymiyyə və başqa alimlər bunu dəstəkləyir. Kimin üzərində Ramazan ayının qəzası varsa, o Aşura günün orucu ilə bir niyyətlə cəm eləyib, həm qəza, həm də həmin günün orucunu tutmuş hesab olunar. Növbəti məsələ, qardaşlar, o da deyəsən yəqin ki 8-ci məsələdir. Kim Aşura günün orucunu tutmağı ötürərsə, ya unudaraq, ya da müəyyən bir səbəbdən, o insan qəza elə bilər və yaxud da qəza elə bilməz. Yəni, səbəb ola bilər ki, insan xəstə olsun, səbəb ola bilər ki, qadın nifas olsun, ya aybaşı olsun, ya ola bilsin ki, insan, məsələ, səfərdə olsun, bunu da səbəb saysın. Belə hallarda Aşura günün orucunu qəza elə bilərmi? Ən şamil cavab Şeyx İbn Üseymin rahimehullahın cavabını tapmışam bu haqda. Şeyx İbn Üseymin rahimehullah deyir ki, kim unudaraq və yaxud da müəyyən üzr səbəbi ilə Aşura günün orucunu tutmazsa, o insan qəza etmir, qəza edə bilməz. Çünki buna qoyulan savab müəyyən bir günə qoyulmuşdur. Ona görə səbəb olmayanda üzərinə qurulan hökm də olmur. Lakin bir insan bunu tutmağında, niyyətində sadiq olarsa, Allah Taala rəhməti bu babda genişdir. İnşallah ondan əcrini əsirgəməz. Şeyx İbn Üseymin belə gözəl cavab verir. Doğrudan da ən qane edən cavab bu məsələnin ilgili budur. Növbəti məsələ, qardaşlar, o da 9-cu ya da 10-cu məsələ hesab olunur. Əgər bir ölkədə insanlar özləri ayın batmağına, ayın doğmağına şahid olmaq istəyərlərsə və bunu görməzlərsə, müəyyən səbəb olarsa, bulutluq olarsa və s. kim səbəblər, belə halda nə etməlidirlər? İki hal var. Belə olduğu halda, qardaşlar, iki hal var. Birincisi odur ki, Zilhiccə ayından 30 günü tamamlamağı gözləyirlər. Əgər 29-cu gecəsi ayı görmədilərsə, Zilhiccə günündən 30 günü tamamlayırlar və növbəti günü Məhərrəm ayının biri hesab edirlər. Və yaxud da ən azından bunu bacarmasalar, şübhə altında qalsalar, onda yaxşıdır ki, hər 3 günü oruç tutsunlar. Yəni 9-u, 10-u, 11-i. Belə olduğu halda artıq şübhədən çıxmış olar. Necə ki, bu rəyi Əhməd ibn Həmbəl rahmehullah dəstəkləyir.
bu məsələni artıq, qardaşlar, bu məsələnin ilgili bir neçə məsələ də var idi. Bunları artıq təxirə salıram. Çünki növbəti qarşımızda mühüm olan bir məsələ var. Lakin son olaraq burada bir məsələyə, növbəti bir məsələ və sonuncu bir məsələyə toxunmaq istəyirəm. Rafizilərin bu günü, Aşura günü olan münasibətləri. Hansı ki, qardaşlar, Rafizlər böyük bir səbirlə gözləyirlər Məhərrəm ayının 10-unu və matəmlər, nə bilim, üzüntülər, mərasimlər, bu kimi şeylər hazırlamağa çalışırlar aylarca öncədən və həmin günü münasibəti ilə başlayırlar özlərini vurmağa, başlarını yarmağa, bellərini kəsməyə, nə bilim, sifətlərini yolmağa, tüklərini, saçlarını yolmağa və s. kimi bunu hansı ki Hüseyin radiyallahu anhunun ölümü ilə səbəbləndirirlər. Və bunu demək istəyirəm ki, İslam dinində bunun heç bir əsəri, əlaməti yoxdur. Yəni, bu əməl, Hüseyin radiyallahu anhunun ölümü ilə ilgili bu şeyləri etmək İslam dinindən deyil, nə yaxından, nə də uzaqdan. Bunun heç bir İslam dinindən əlaqəsi yoxdur. Bu münasibəti, bu mərasimi Əhl-i Beytin özündən səhih isnadla birinin elmə etməyi gəlməyibdir. Və Əhl-i Sünnə məzhəbinə görə nə Rasulullah s.ə.v-lə, nə xəlifələrdən, nə də sahabələrdən, nə tabeinlərdən, nə 4 məzhəb sahiblərinin imamlarından heç bir nəfərdən bu haqda səhih, bu şeyi dəstəkləyən bir məlumat yoxdur. Bu, dinə yenidən gətirilmiş böyük müsibətlərdən biridir, qardaşlar. Hansı ki, İmam Hüseyin radiyallahu anhunun fəzilətində heç bir insanın şəkki şübhəsi olmamalıdır. Və İmam Hüseyin radiyallahu anhunun vəfatı, öldürülməsi hər bir müsəlmanı üzməlidir həddi zatında. Hər bir müsəlmanın üzməlidir. Lakin bu üzüntü bu səviyyədə, bu şəkildə olmamalıdır. Çünki əslinə baxsaq, tarixə baxsaq görərik ki, elə İmam Hüseyin radiyallahu anhunu öldürənlər elə öz şiyələri olmuşdur. Və buna tarix şahiddir. Hansı ki, Hüseyin radiyallahu anhu Mədinədə olarkən ona şiyələrini özünü nisbət edənlər yalan yerə uyduraraq Hüseyin radiyallahu anhaya adlar yazırlar ki, filanlar səni dəstəkləyəcək, filanlar sənin tərəfədir və yalan yerə adlar qeyd edirlər və qollar çəkirlər və həmin məktubu Hüseyin radiyallahu anhaya göndərirlər və Hüseyin radiyallahu anhuyu aldadaraq, hilə quraraq onu Məkkədən, Mədinədən Kufəyə gəlməyini tələb edirlər. Bunların hamısı Hüseyin radiyallahu anhunun özünü şiyəsinə nisbət edənlərdir. Hansı ki, Hüseyin radiyallahu anhu gedib ora çatdıqda, yəni İraq şəhərində, Kufa şəhərinə çatdıqda artıq orada Hüseyin radiyallahu anhu dəstəkləmirlər və ondan köməklərini qaldırırlar və Hüseyin radiyallahu anhu da onların bu səbəbi ilə artıq öldürülür. Və Hüseyin radiyallahu anhunun özünə gəldikdə Əhl-i Sünnə vəl Cəma icma eləyib ki, Hüseyin radiyallahu anhu nəinki sahabələrdən, Hüseyin radiyallahu anhu sahabələrin alimlərindən olmuşdur. Və dünyada və axirətdə müsəlmanların ağalarından hesab olunur. Və Hüseyin radiyallahu anhu öz şəcaəti ilə, mərdliyi ilə, qəhrəmanlığı ilə hər kəsin yanında tanınırdı. Və Hüseyin radiyallahu anhu ibadətində söz olmazdı. Əksər insanlar Hüseyin radiyallahu anh'ın ibadətinə yaxın belə düşə bilməzdilər. Yəni, o qədər ibadət və taqva əhli olardı. Və onun ən böyük fəzilətini dəlalət edən ən şərəfli qəbilədəndir. Ən şərəfli insanın, Rasulullah sallallahu aleyhi ve sellemin ən şərəfli qızı olan Fatimə radiyallahu anh'ın oğludur. Və qiyamət gündə möminlərin onlar, yəni ki, Hüseyin radiyallahu anh və onun qardaşı Həsən möminlərin cənnətdə ağası olacaq. Bunda şəkkimiz, şübhəmiz yoxdur, möhtərəm qardaşlar. Əhl-i Beyti sevmək, Peyğəmbər s.ə.v nəslini sevmək, onların yolu ilə getməkdən ibarətdir. Onların dediklərini, gətirdiyi sünnələrə əməl etməkdən ibarətdir. Amma onların ölüm münasibəti ilə bir insan özünü kəssin, assın, dartsın, nə bilim, özünə cəza versin, bu İslamda icazə verilən əməllərdən deyil. İslam dinində ölmüş insana kim olursa olsun, bağırmaq, çığırmaq, hönküldərək, ağlamaq, qəza və qədərə qarşı çıxan sözlər demək, insan üzünü yolmaq, kim olursa olsun bunların hamısı səhih sünnələrdə, səhih dəlillərlə sabit olmuşdur ki, haram olan məsələlərdəndir. Və ayrıca burada böyük bir ziddiyyət var Şiə məzhəbində olanların bu şeyləri etməklərində. Əgər Hüseyin radiyallahu anh'ın ölümünə görə bugünkü gündə bu müsibəti, bu cür əməlləri edirlərsə və buna görə oruç tuturlarsa, buna görə qəmlənirlərsə, qüssələnirlərsə, məlumdur ki, Əli radiyallahu anhu Hüseyin radiyallahu anhudan daha əfzəl idi. Və Əli radiyallahu anhunun özü öldürülür. Nəyə görə bunu Əli radiyallahu anhu eləmirlər? Hüseyin radiyallahu anhuya bunu eləyirlər.
və özləri də icma edirlər ki, Əli radiyallahu anhu fəzilət baxımından Hüseyndən əfzəldir. Və hər ikisindən də əfzəl olan Peyğəmbər s.ə.v-in ölüm mərasimi ilə heç belə şeylər nə yaxından, nə uzaqdan eləmirlər. Bu onu göstərir ki, bunlar bunu əsilsiz şəkildə eləyirlər. Və bunlara bu nəinki dinə, siyasət baxımından bunların əqidəsinə bunun soxulmağı daha yaxındır, möhtərəm qardaşlar. Və qısacası qardaşlar, bu məsələyə fikir vermək lazımdır və o azmış firqələri də, tayfaları da bunun əsas hikmətlərini açıqlamaq lazımdır. Və bugünkü gündə şiyələrin özü gözlərini açıb diqqətlə nəzər salsalar görərlər ki, onlar nə qədər qara papaxıllarından yalan yerə bəlkə də Seyyidliyə özünü nisbət edənlər tərəfindən uydurma şeylərdən biridir bu. Çünki belə bir şeylərə biz müşahidik. Gəlin baxaq şiə aləminə. Bu mərsiyələr keçilən matəmlərə baxaq. Yəni yüzlərlə, minlərlə siravi insanlar özlərini döyürlər, kəsirlər, dorğuyurlar. Amma biz 10 dənə görməzik bu qədər yüzlərlə Hüseyniyyətlərdə, yüzlərlə bu mərasimlərdə, yüzlərlə bu matəmlərdə 10 dənə gəlsin, papaxlı özünü kəssin, soysun. Əgər sevgi bunun əlamətini olar, deyirlər ki, biz bunu sevgiyə görə eləyirik. O papaxlılar, onların alimləri, öndə gedənləri, özlərini Seyyid adlandıranlar, alim adlandıranlar daha da haqlı deyirmi? Öndə durub özlərini birinci olar kəssinlər. Özlərini birinci olar yolsunlar ki, onlardan sonrakilərin qabağında nümunə olsunlar. Xeyr, onları bunları etdiyini görməzlər qəti şəkildə. Onlar sadəcə insanları qızışdıracı, insanları həmaslandıracı ibarələr deyərlər və özləri qıraqda durarlar və cəmaat özlərini doğrayarlar. Əgər onların, o papaxılların, özlərini alim kimi göstərənlərin, özünü Əhl-i Beytə nisbət edənlərin, Əhl-i Beytə olan sevgiləri doğrudursa, nəyə görə bu əməli etməklərinə görə, bu mərasimləri keçirməklərinə görə avam insanlardan pul yığırlar? Bəyən sevgi pulla olur. Əgər bunlar bu sevgilərində ixlaslılarsa, doğrudurlarsa, bunun əvəzinə muskantlar kimi pul tələb eləməyi doğru olar? Təbii ki, bu doğru olmaz. Bunlar gözlərini açıb, avam şiyələr, yazıq şiyələr, siravilər buna gözlərini açıb yaxşı baxmaları lazımdır. Əgər onlar bunlara deyirsə ki, bu sevgi əlamətidir, gərək onda bunu pulsuz etsinlər. Gərək onlar o avam cəmaat etdiklərini özləri qabaqda durub etsinlər. Bunların heç birini görmək mümkün deyil. Minlərcə dollarlar alarlar bunun müqabilində. Əgər pul verilməzsə, onlar bu şeyə yaxın durmazlar. Hətta mövsimə yaxın, harada çox verilir, onu axtararlar. Ona görə ağıl sahiblərinin yaxşı düşünmələrini xahiş edirəm və Allah Taala'dan diləyirəm ki, əziz qardaşlarım, bizləri haqdan ayırmasın, haqqı haqq olaraq kimi göstərsin və ondan möhkəm yapışmağı nəsib eləsin və batili batil olaraq göstərsin və ondan uzaq durmağı nəsib eləsin və bizləri zəlalətdən, zəlalət əhlinin şərrindən Allah Taala qorusun. Və sallallahu və səlləm və barik alə nəbiyinə Muhammed və alə alihi və ashabihi ecmaîn. İxlasla.com saytı tərəfindən təqdim olundu.